mən də mövqelər artıq çıxmaz. Əlaqə saxladığınız bütün mövqelərlə vəziyyət sizi qane edirmi? Bayram günündə mövqelərimizdəki vəziyyət sizi bir general kimi qane edirmi? Vəziyyət məni qane eləyir. Ancaq mən yenə deyirəm, bir arzum var ki, bugün əgər biz indi Füzulinin torpağındayıqsa, sabahları Cəbrailin, birisi gün Zəngilanın, o birisi gün Qubatının torpağında olur. Sizi bu bayram münasibəti ilə təbrik edək. Biz təbrikimizi saxladıq ki, əskərlərin arasında bizə öz rəqsizimizi sizə deyək ki, biz arzu edək ki, bütün hərbiçilərimiz məhz sizin kimi bugün əskərlərin arasında olsaydılar hamısı, yəqin ki, biz qələbəyə çoxdan nail olardı. Arzu edək ki, sizin bu ənənə o biri bizim hərbiçilərə bəlgəsin. Biz sizə can sağlığı, uzun ömrü arzu verir və bir də sizdən və sizin tabirimiz olan bütün əskər və zabitlərdən qələbə. Çox sağ olun, çox minnətdarım. Sağ olasın. Fəqət. Sağ olun, sağlıqla qalırsın. Azad. Necəsiz bala? Sağ olun. Tankist? Bəli. Sразу видно tankist. Düzüyüm bu. Necə işte? Tankım işləyir, snayadım var, hər şeyim var. Gözləyirsən deyir, mən başımı çıxardım, şimdi mənə başını qapalayacaq. Olacaq. Tankları da burada, elə mi? Hazırdır, bəs nə? Sən də tankistsən? Maşallah. Necə sazdır? Yoxunu beləmişsin səni? Adın nədir? Razı. Adı familiya dəyişdir? Ocaqdan bir razı. Lazım bunun neçə qədər boyda? Bana bu ne var ki? Biri gəlsə. Akşam kadar tuttular da. Üstüne sağlasın diye ya ben de. Biz geldi yedik burasından geldi. Dağıtı çıkar. Uzağdan geliyor. Uzağdan geliyor. Evet. SPG 9. Bayağı var. Kim atırsın? Biz atma. Sana atıyorlar bana da. Ya su getmək üçün qalırsan. Buranın adı böyle Mamela var. Mamela var. Sen mi sözünü təqdim edin? Muayyer Hacı. Hacı. Hocam önce bayram münasebetini sizi təbrik ediyorum. Siz bu günləri hansı təbrik Qalabes. Qalabes. Sonra inşallah bu qələbəyə nail olacağıq. Salam mənə gətir. Bayramımız mübarək olsun. Bunlar hemen. Ha, bunlar yaxşı kitablar. Neyle ne? Başına kırsa. Bana da çıkar dışarı kan yer mi? Dışarı. O evin başında ne var? Ne var orada? Orada maşın невозможно gelmiyor. Bizim de adam AKS oluyor ama. Ну и вероятно, да, вот все.
Оказывается, он ничего стреляет, на 300 метров бьет. Нормально. Да, çek. Cevherler. Tank yapma. Adam diyor adam atma. Adama tank. Tank yazın tank yapsın. Bu adam diyor atma abi burada. Bu tank ne var? Çıkarsan 55 bin ikinci atını vuracak. Bu sefer adam geldi. İnan yanıp altı şuna basılayan adam var. Şükür ki atıyorsun diyor. Gelsin bakın. Bana bir izle sen de. Altı çıkarsın da at. Havalı bir evde sen de. Sonra toplamda 4 tane bıraktım oraya. Ondan sonra ağladı sakit. Kaçtılar. Ben binoklumuz oldum. Hasıram var mı? Şafalar var mı? Ne yapalım? Dedirler. Bizimkiler oradadır. Oradan oraya 3 kilometre. Can yana. Hava Ancak yine metrosun daha önce İran'dan. Veteranda İran'a. He? İran'dan? Var. Şafa. Ha? Şafa mı? Bu şey değil, silah. Sayın hastalığa gidiyor. Antika baltadır ben. Buraya gel baba. Gel aşağı. Bayramımız mübarek. Buraya görün. Gel aşağıdan mı? Gel biz görək. Ne var? Komandanla bayramlıq eləmək istəmişdik. Bayramımız mübarek olsun. Bayramımız mübarek olsun. Mişka. Mişka. Bir şey geldi. Bize sanmışlar. He? Şey de Güzel işte. kadın pis gitmiş. Mişka da bizi o böyüklərdən kim qeyrətlidir. Saqqallılardan. Vuruşur. Addım da çəkilmir. Elə deyil. Hardansan baba? Bərdə rayonu. Nuş öz torpağını qoruyur. Ha. Adın nədir? Sen yoksa Hər gün, hərdən, yox, hər gün, hər gün. çağır kız değil mi? Ну вот и замполит пришел. Вечер сам. Салам алейкум. Албания Салам алейкум. Командир, здравствуй. Наступающий праздником. Hoş geldiniz. Eyvallah getirdim. Və belə bir dünyanın həməşə şək dünyası əzabını çəkər. Və mən sizə təqdim elədim yoldaş. Azərbaycan xüsusi təyinatlı milis bölməsinin kapitanı Mehdi bəydir. Və mən onu hal-hazırda bir ay müddətində Müqeyrət məktəbində tanınıma görə İqtisad və hüquqşünası bizim Azərbaycan Füzuli bölməsinin öncə gedən cəngavər, cəsarətli, qeyrətli oğullarından biridir. Və belə bir məclisdə Mehdinin doğrudan da Mehdi kimi tüm dünya Adriyatik dənizindən İndiyənə qədər Qərbi Avropa dünyasının tanıdığı Mehdi kimi və ondan da mən deyərəm ki, indiki Mehdinin cəsur, qeyrəti, gücrəsi bizim önümüzdədir. Buyur Mehdi. Ne diyeyim, bugün ben çok tanışan değilim. Karadağ'a sizi davet edip, bu ata-ana için çok, ne diyeyim, büyük şadlıktır. Bütün atalar, analar ömür boyu bunu gözlüyorlar ki, oğul evlendirsinler, oğul büyütsünler, oğlanları şan olsun. Ya da bütün aileleri.
Bu gün